Esselamu Aleyküm və Rəhmətullahi və Bərəkatuhu. Əziz dostlar, niyə insan doymaq bilməz? Mövzu bu haqdadır. İnsanın doymamaq xüsusiyyəti Quranda və hikmət mənbələrində çox maraqlı şəkildə izah olunur. 1. İnsanın içində iki aclıq var. Yaradan insanı bədən və ruhdan yaratdı. Bədənin aclığı yeməklə, ruhun aclığı isə iman, sevgi və mənəvi bağlılıqla doyur. Amma çox insan ruhunun aclığını bədənlə doyurmağa çalışır. Bu da heç vaxt alınmır. 2. Nəfsin təbiəti doymamaq üzərində qurulub. Quranda Məaric surəsinin 19-cu ayəsində buyurulur: Şübhəsiz ki, insan tamahkar və hövsələsiz yaradılmışdır. Nəfs həmişə çox istəyir. Daha çox mal, şöhrət, diqqət və ləzzət. Peyğəmbərimiz əleyhissalam buyurub, Adam oğlunun bir vadi qızılı olsa, ikinci vadini də istəyər. 3. Doymamaq mənəvi boşluğun əlamətidir. İnsanın içində sonsuzluq istəyi vardır. Çünki o, sonsuz olan Allah tərəfindən yaradılıb. Bu istək yalnız Allahla olduqda rahatlıq tapır. Amma insan bu boşluğu dünyəvi şeylərlə doldurmaq istəyir. Ona görə də nə qədər qazanır, yenə də boş qalır. Ra'd surəsi 28-ci ayəsində buyurulur: Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aram olar. 4. Dünya ləzzətləri müvəqqətidir. Dünya nemətləri insanı doyurmur, çünki keçicidir. İnsan əbədi olan xoşbəxtliyi istəyir, ancaq əbədiyyət azlığını müvəqqəti qidalarla doyurmağa çalışır. 5. Doymaq yalnız mənəvi cəhətdən mümkündür. Həqiqi doymaq şükür ilə olur. Kim Allaha şükür etməyi öyrənibsə, onun qəlbi tox olur. İbrahim surəsi 7-ci ayədə deyilir: Əgər şükür etsəniz, sizə olan nemətimi artıraram.